çalışdığı üçün mahnı oxuyar, özünü əyləndirərmiş. Günlərin bir günü bir şahzadə meşədə gəzərkən Rapunzelin səsini eşitdi və onu tapmağa qərar verdi. Bir müddət sonra Rapunzelin yaşadığı qalanı tapsa da oraya çıxmağa yol tapa bilmirdi. Bir gün cadugərin "Rapunzel, Rapunzel, saçlarını burax" deməsini eşitdi. O da belə etmək qərarına gəldi. Cadugər qaladan uzaqlaşdıqdan sonra şahzadə gəldi. Rapunzel ilk öncə qorxsa da, daha sonra o da şahzadəni sevməyə başladı. Şahzadə qaladan xilas olmağı üçün hər gəlişində Rapunzelə ip gətirməyi söz verdi. Rapunzel bu iplərdən nərdivan hörərək qaladan qaçmağın yolunu tapmışdı. Günlərin bir günü cadugərin şahzadə ilə Rapunzelin görüşündən xəbəri oldu və onun saçlarını kəsdi. Rapunzelə cadu edərək onu uzaq bir ölkəyə göndərdi. Şahzadəyə isə tələ quraraq onun gözlərinin kör olmasına səbəb oldu. Günlər sonra şahzadə Rapunzeli səsindən tanıyıb yanına getdi. Sevincindən ağlayan qızın göz yaşları şahzadənin gözlərinə düşdü və bir möcüzə baş verdi. Şahzadə artıq görə bilirdi. Beləcə Rapunzel və şahzadə krallığa qayıtdı. Evləndilər və çox xoşbəxt yaşadılar. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.